BMT-nin Ümumdünya Şəhər Salma Forumu çərçivəsində media nümayəndələri üçün Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub. Məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi görüş ilə tanış olublar. Media nümayəndələri həmçinin çeşidlənmə prosesini izləmə imkanı əldə ediblər. Daha sonra iştirakçılar Balaxanı Sənaye Parkına və Bakı bərk məişət tullantılarının yandırılması zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsal prosesi ilə tanış olublar. Media tur VUF 13 Azərbaycan Əməliyyat Şirkəti, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Kommunal Xidmətlər Müəssisəsi məhdud məsuliyyətli cəmiyyət nümayəndələrinin müşahidə ilə həyata keçirilib. Tədbir çərçivəsində VUF 13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb. Bərk məişət tullantılarının düzgün idarə olunmasında ilkin çeşidlənmə xüsusi rol oynayır. Media nümayəndələri Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində məhz bu prosesi görməsi, bu proseslə bağlı məlumatlı olması, bu o deməkdir ki, daha çox insanlar bununla bağlı məlumat əldə etmiş olacaqlar və tullantıların düzgün idarə olunmasına töhfə vermiş olacaqlar. Və qeyd edim ki, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının təxminən 1 milyon tona qədərini təsərrüfat sahələrində qəbul edir və müasir üsullarla zərərsizləşdirir. Bu təsərrüfat sahələri Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodudur, Bakı bərk məişət tullantılarının yandırılması zavodudur, Balaxanı Sənaye Parkıdır və Balaxanı şəhər tullantıları poligonudur. Qeyd edim ki, 500 min tona qədər tullantı bərk məişət tullantılarının yandırılması zavodunda termik üsulla zərərsizləşdirir, 200 milyon kilovat saat enerji əldə olunur. Bu da 110 min ev təsərrüfatının enerjiyə olan ehtiyacının ödənilməsi deməkdir. Tur zamanı bildirilib ki, Bakıda yerləşən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı və ekoloji istehsal sayəsində mühüm mərkəzlərdən birinə çevrilib. Park 2017-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində burada 28 rezident qeydiyyatdan keçib. Dövlət tərəfindən parka ümumilikdə 57 milyon manat həcmində investisiya yatırılıb. Bunun nəticəsində 2017-ci ildən bugünə qədər təkrar emal yolu ilə təxminən 416 milyon manat dəyərində məhsul istehsal olunub. İstehsal olunan məhsulların 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac edilib. Sənaye Parkında plastik tullantılar, kağız qalıqları, pet şüşələr, istifadə olunmuş mühərrik və qida yağları kimi müxtəlif tullantılar emal edilərək yeni məhsullar hazırlanır. Qeyd edək ki, Ümumdünya Şəhər Salma Forumu Azərbaycan Əməliyyat Şirkəti və Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq memorandumu VUF 13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir. Zeynəb Müzəffərli, Hüseyin Baxırov, Real.